Salam, siz Lektor podkastına baxırsınız. Bu dəfəki qonağımız Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həm bakalavr, həm magistratura səviyyəsində təhsil almış uğurlu məzunlarımızdan biri olan Zinətdir. Xoş gəlmisiniz. Və bugün sizin uğur hekayənizi dinləyəcəyik. İnanıram ki, bir çox tələbələrimiz üçün yenə də sizin hekayəniz digər tələbələrimiz, məzunlarımız kimi motivasiya olacaq. Siz 655 balla 2018-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və Qaz Mühəndisliyi ixtisasına qəbul olmusunuz. Kifayət qədər yüksək bir baldır və kifayət qədər prestijli bir ixtisasdır. Bu seçimin arxasında hansı motivlər dayanırdı və sizi bu qədər həqiqətən də yaxşı oxumağa sövq eləyən nə idi? Çox sağ olunuz'a görə təşəkkür edirəm bu gün məni dəvət etdiyinizə görə də bura. Bu ixtisas seçməyimdə bir neçə faktorlar dayanırdı. Bunlardan biri və mənə görə ən birincisi o idi ki, ölkəmiz haqqında düşünəndə onu xarici sferada tanıdan əsas amillərdən biri ölkəmizin məhz neft və qaz resurslarıdır. Və mən də istəyirdim ki, abituriyent illərimdən bu yana məhz bu sahədə çalışaraq ölkəmizə bu yönümlü töhfə verim. Artıq ballarım açıqlandıqdan sonra mən əmin idim ki, kodlaşdırma zamanı istəndiyim ixtisasa tam rahatlıqla dövlət sifarişi ilə qəbul olacağam. 655 balla əlbəttə ki, o rahatlıq artıq olacaq. Çox sağ olun. Və başlamışdım artıq internetdə bir neçə universitetlərin adnosuna daxil olmaqla, onların silabuslarını araşdırmağa və başa düşməyə çalışmağa ki, məni 4 ildə nələr gözləyir, hansı fənləri mən keçəcəm və bu mənim istəklərimlə üst-üstə düşürmü? Məhz bu universitetin hansı 100 illik tarixi olan və neft sektoruna çox böyük şəxsiyyətlər qazandırmış universiteti seçmək, burada təhsil almaq mənim tam olaraq istəklərimin üst-üstə düşürdü və nəticədə həm valideynlərimlə məsləhətləşdən, həm çevrədən, həm internet resurslarından bütün informasiyanı əldə etdikdən sonra qərarımı verərək məhz neft-qaz mühəndisliyi ixtisasını seçməli. Çox maraqlı bir məqama toxundunuz. Çox nadir hallarda biz silabus araşdıran abituriyentlərə rast gəlirik. Çox vaxt daha çox qohumların, ailənin, prestijli ixtisasların belə deyək, onların arasından seçim eləyirlər, qohumların, ailənin məsləhətinə əsasən seçim eləyirlər. Amma siz girmisiniz bir universitetlərin saytlarına, silabus araşdırmısınız ki, sizə nə öyrədəcəklər. Bu doğrudan da kifayət qədər gənc bir yaşda, bir gənc abituriyent məktəbli üçün çox peşəkar bir yanaşmadır. Mən istəyərdim bunu bir qədər izah eləyəsiniz və digər məktəbdə oxuyan, hələ tələbə olmağa hazırlaşan gənclərimiz üçün də bu prosesi bir qədər daha anlaşıqlı eləyək ki, yəni ixtisas seçimi eləmədən öncə nələrə diqqət eləsinlər? Çünki bütün həyatınız sizin bu ixtisas seçimi nəticəsində müəyyən olunur bir növ. Yəni nələrə diqqət eləsinlər? Bəli, mən özümü şanssız sayıram ki, ailəmizdə məndən böyük qardaşım var idi və artıq o prosesi keçmişdi. Və mən ondan görərək onlardan dərslər çıxartmışdım ki, necə ixtisas seçimi etmək olar. Və ilkin növbədə ixtisas seçimi zamanı böyüklərin məsləhəti məndə də birinci rol oynayırdı, faktor idi. Amma həmçinin mən istəyirdim ki, mənim öz istəklərimlə də uyuşan tam bir ixtisas seçim. Bunun üçün də mən internetdə silabus araşdırdım. Mən sadəcə yerli universitetlərə yox, həmişə xarici universitetlərə də baxırdım. Onları qarşılıqlı müqayisə edirdim ki, gələcəkdə mən yenidən ali təhsilimi davam etdirmək istəsəm xaricdə, mənim hal-hazırda aldığım təhsil bunu kömək eləyəcəkmi? Və görürdüm ki, bəli, bu mənim tam olaraq istəklərimi üst-üstə düşür. Doğrudan da yaxşı bir, peşəkar bir yanaşma və taktikadır. Yeri gəlmişkən onu qeyd edeyim ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də dünyanın ən yüksək reytingli universitetləri ilə ayaqlaşa bilmək üçün və daha da inkişaf eləyə bilmək üçün silabuslar üzərində, proqramlar üzərində vaxtaşırı inkişaf eləməyə və üzərində işləyir, inkişaf eləməyə çalışır. Bu baxımdan da əslində tələbələrin qarşısında bir çox maraqlı seçimlər var. Yəni tələbə bakalavr səviyyəsində alacağı təhsilin, ona magistratura səviyyəsində oxumaq istəyəcəyi təqdirdə nə qazandıracağını bilməlidir. Magistratura səviyyəsində təhsil alırsa, bu ona gələcəkdə tədqiqatı seçərsə və ya işləməyi seçərsə nə qazandıracağını bilməlidir. Bir qədər, nə qədər gənc yaşda olsa da bir məktəbli abituriyent 17-18 yaşında uzaq görən olmağı bacarmalıdır. Sizin bu məsələdə bir qədər bəxtiniz gətirib ki, ailədə sizi düzgün istiqamətləndirən bir qardaşınız olub, amma
olmasa belə bir gənclər özü də bir qədər bu məsələdə müasir dövrdə daha ayıq olmalıdılar, daha araşdırmağa meylli olmalıdılar. İnternet və resurslar bugün hər kəs üçün əlçatandır. Bütün universitetlərin biz bazalarına daxil olub əsas məlumatlarını, strukturunu, silabuslarını görə bilirik. Yəni əslində bu resurslara daxil olan tələbələr də kifayət qədər uğur qazana biləcəklər deyə düşünürəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil aldığınız dövrdə bu 4 il sizə nə qazandırdı? Ən çox nə ilə yadda qaldı? Adınızda aldığım təhsil sadəcə mənim üçün texniki baxımdan kifayətlənmirdi. O həmçinin mənə bir çox şəxsi karyerada irəliləmək üçün lazım olan bütün dəstəyi mənim üçün verirdi. Buna daxil idi mənim yumşaq bacarıqlarımın inkişafı. Məsələn, təhsil aldığım müddət ərzində misal olaraq deyə bilərəm ki, biz tələbə yoldaşlarının qrup şəklində imtahan sessiyalarına hazırlaşırdıq. Bu bizdə həm bir-birimizə güvəni, komanda şəklində işləməyi, məsələn, informasiyaları müxtəlif resurslardan araşdıraraq bir-birimizdən bölüşüb, daha lakonik şəkildə həmin öyrəndiyimiz dataları bir-birimizə çatdırmağı, bu hansı ki, hal-hazırda korporativ mühitdə çox lazım olan bir şeydir. Çünki informasiyanı mütləq sən qısa və aydın şəkildə ötürməlisən. Bununla yanaşı deyə bilərəm ki, biz hər bir fənni keçərkən fənn üçün lazım olan prezentasiyalar hazırlayırdıq, hansı ki, bu bizim imtahana giriş balımızda sayılırdı və bu zaman həm prezentasiya hazırlamaq qabiliyyəti, daha sonra həmin hazırladığımız prezentasiyanı auditoriya qarşısında sərbəst şəkildə həm tələbə yoldaşlarımız, həm müəllimlər qarşısında çıxış edərək onu nümayiş etdirmək. Bu hamısı bir-bir mərhələ-mərhələ hər bir tələbəni yavaş-yavaş artıq korporativ həyata tam olaraq hazırlayırdı və mənim üçün ADNUS-unun bunda rolu çox böyük bir rol oynayır. Və mən doğrudan da başa düşdüm ki, siz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil aldığınız müddətdən kifayət qədər öyrənməyə çalışmısınız, faydalanmağa çalışmısınız ki, yenə də davam etdirərək bu təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təklif elədiyi Warwick Universiteti ilə birgə, Böyük Britaniyanın Warwick Universiteti ilə birgə olan magistratura səviyyəsində ikili diplom proqramında təhsil almağa qərar verdiniz. Elə istəyərdim bir qədər bu ikili diplom proqramı ilə bağlı danışasınız. Sizə nə kimi üstünlüklər qazandırdı və yeni məzun olmusunuz proqramdan? Gözləntiləriniz nələrdir? Mən çox xoşbəxtəm ki, bu proqramdan ilk məzun olan tələbələrdən biri adını qazanmışam. Mən bakalavriada məzun olduqdan sonra 1 illik ara vermişdim və istəyirdim ki, artıq sənayeyə atılım, biraz işləməyə başlayayım və ondan sonra qərar verim ki, mən artıq ali təhsilimi hansı yönümlü davam etdirmək istəyirəm. Və bu proqramın artıq Azərbaycanda ölkəmizdə açıldığını görəndə mən çox sevindim. Çünki mən bəli, məzun oldum bakalavriadan və enerji sektoruna çalışırdım, amma enerji sektorunun tamamilə fərqli yeni bir qolunu, bərpa olunan enerji yönümlü öyrənmək mənim üçün tamam yeni bir qapılar açacağına inanırdım. Bu belə də oldu. Mən qəbul olduğum bu magistr 2 il diplom proqramında biz sadəcə nəzəriyyələr üzərində öyrənmirdik həmin ixtisası. Biz həmçinin şansımız oldu ki, biz yay ərzində 5 həftə müddətində İngiltərəyə səfər etmək qrup şəklində və orada İngiltərənin, hansı ki o artıq bu sahədə tamamilə inkişaf etmiş bir dövlətdir, onların uğurlu layihələrini, praktikalarını mənimsəmək, məhz bu layihələrdə çalışmış adamlarla canlı söhbətlər eləmək, onlara sual vermək və daha sonra geri qayıtdıqda və bu proqramı bitirdikdə artıq bizim beynimizdə tam olaraq bir növ formalaşıb ki, onların praktikasını biz necə olaraq öz ölkəmizə tətbiq edə bilərik. Yəni, mənim üçün bu kimi üstünlükləri oldu bu proqramın. Siz Warwick Universitetinin özündə yay məktəbi keçmisiniz. Yeri gəlmişkən həm yay məktəbi, həm də proqram özü tamamilə qəbul olan tələbələr üçün ödənişsizdir. Doğrudan da böyük bir fürsətdir. Azərbaycanda təhsil ala-ala siz Böyük Britaniyanın Warwick Universitetinin də diplomunu alırsınız. Oradan gələn ən yüksək səviyyəli müəllimlərdən də dərs alırsınız. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yüksək səviyyəli müəllimlərindən də dərs almış olursunuz. 2 il ərzində 2 universiteti başa vurursunuz. Bu doğrudan da çox belə çətin bir qrafikdir və həqiqətən də səy və bacarıq və oxumaq tələb edir, tələbkarlıq tələb edir. Amma bunun da həqiqətən də yəni ki, bəhrəsini peşəkar həyatınızda da görürsünüz. Bu proqrama maraq göstərənlər üçün nə məsləhət görərdiniz? Bu 2 illik çətin marafona qoşulmaq istəyənlər üçün növbəti illərdə. Amma əlbəttə nəticədə də doğrudan da çox böyük bir mükafatdır onlar üçün. Yəni onlara məsləhətiniz nələrdir?
Mən düşünürəm ki, 2 il əvvəlki mən olsaydım, mən yenidən yenə düşünmədən bu proqrama müraciət edib və seçilmək üçün əlimdən gələn hər bir şey edərdim. Çünki bu proqram, bəli, siz dediyiniz kimi, biz paralel olaraq sadəcə Azərbaycanda təhsil almış və hal-hazırda yüksək vəzifələrdə işləyən müəllimlər tərəfindən bizə dərslər keçirilirdi. Bununla da yanaşı bizim xaricdən də qonaqlarımız olurdu, hansı İngiltərə Universitetindən və onlar o professorlarımız da bizə paralel olaraq dərslər keçirdi. Çox bizə intensiv həftələr olurdu, tapşırıqlar, qrup işləri, hamısı bir yerdə bəzən çox xaotik olurdu, amma biz komanda şəklində, burada da magistr təhsilində də mən gördüm ki, həqiqətən komanda ilə bir yerdə işləməyin, qrup yoldaşlarına bircə çalışaraq üstəsindən gəlməyin necə dəyərli bir şey olduğunu mən bir daha başa düşdüm. Məsləhətim odur ki, əgər yeni bir sahə olan, bərpa olunan enerjilə maraqlanırsa, hal-hazırda olan oxuyan tələbələr, onlar üçün çox gözəl bir şansdır ki, Azərbaycanda ölkəni tərk etmədən həm paralel olaraq mən işləyirdim, həmçinin təhsil alırdım. Yəni hər ikisini eyni anda idarə etməyə bacarırdım və bonuslu olaraq hətta bizim ora getməyimiz, o cür sahə təcrübələri ilə tanış olmamız bizim üçün daha böyük bir avantajlar yaratdı. Böyük bir motivasiyadır həqiqətən. Çox maraqlı məqamlara toxundunuz. Xaotik görünən bir mənzərəni strukturlaşdırmaq, vaxtın düzgün idarə olunması. Yəni bu məqamların hər biri bir qədər peşəkarlıq, yumşaq bacarıqlar, komanda ilə işləmə bacarığı, bunların hamısının formalaşmasında həm bakalavr, həm magistratura təhsiliniz nə dərəcədə rol oynadı? Mən deyərdim ki, çox böyük rol oldu. Xüsusilə bakalavrdan Alusunun qoyduğu mənim üçün təməllər, hansı ki, yumşaq bacarıqlarımı inkişaf etdirməklə bağlı. Daha sonra mənim iş həyatındakı, iş illərimdə yığdığım təcrübələr və daha sonra magistra müraciətimdə də eyni ilə bir-birini sanki zəncirvari bir-birinə bağlandı və bir növ mənim üçün uğura gedən yolun qapılarını açdı. Zamanı idarə olunması, həmçinin komanda ilə işləmə bacarığı, bəzən olurdu liderlik qabiliyyəti. Çünki biz komandada bir nəfər həmin işi təqdim etməli idi, çıxışlar etməli idi. Bunlar hamısı bir-biri ilə çox zəncirvari şəkildə bağlanmışdı. Bakalavr təhsili aldığınız dövrlərdə SEG, SPA kimi beynəlxalq təşkilatlarda, eyni zamanda SOCAR, BP kimi şirkətlərdə könüllü olmusunuz. Ümumiyyətlə, könüllülük fəaliyyətinin önəmi ilə bağlı digər tələbələrə nə məsləhət görərdiniz? Mən baxmayaraq ki, 4 illik müddətim, təhsil müddətimdə onun 2 illik pandemiya dövrünə düşmüşdü təəssüf ki və bizim üçün yaranan bəzi praktikalar, təcrübələr artıq çox limitlənmişdi. Lakin artıq son kurslara yaxınlaşdıqca, 3-cü kursdan sonra bu pandemiya dövrünün keçməsinə bağlı yenidən açıldı bu şanslar və mənim demək olar ki, həyatımın ən produktiv dövrü 3-cü və 4-cü kursda oldu. Mən SEG ilə yanaşı, həmçinin SPD-də də fəaliyyət göstərirdim. Bu fəaliyyətim sadəcə könüllü kimi deyildi, həmçinin mən orada təşkil olunan seminarlara gedirdim, müxtəlif şirkətlərdən dəvət olunmuş spikerlərin çıxışlarını izləyirdim. Bu mənə kömək edirdi ki, universitetdə qazandığım baza bilikləri daha da gücləndirməyə və hal-hazırda real həyatda baş verən neft sektorunda baş verən layihələri izləmək, hansı praktikalar tətbiq etdiklərini öyrənmək. Zamanı bölüşdürmək məsələsinə gəldikdə isə mənim üçün prioritet birinci olaraq dərslərim idi. Lakin mən düşünürəm ki, əgər mən sadəcə və sadəcə dərslərimə fokuslanan, ancaq dərslərimi oxuyan biri olsaydım, hal-hazırda olduğum pozisiyada ola bilməzdim. Əla, siz bu belə başa düşdüm könüllülük fəaliyyətinizdə həm iştirakçı, həm təşkilatçı, koordinator qismində, həm də müşahidəçi qismində kifayət qədər rol almısınız və bunun da gələcək peşəkar həyatınızda faydasını görmüsünüz. Hazırda isə BP-də çalışırsınız, istehsalat üzrə mütəxəssis olaraq və xanımlar adətən neft platformasında o qədər də çox çalışmırlar. Bu siz tərəfdən doğrudan da çox cəsarətli bir addımdır. Mən deyərdim ki, çox zəruri bir addımdır. Çünki bütün sahələrdə xanımların da, bəylərin də fəal şəkildə iştirakı daha cəmiyyət üçün faydalı ola bilər deyə düşünürəm. Necə oldu siz belə bir cəsarətli addım atdınız və sırf bu sahədə öz peşəkar karyeranızı qoydunuz, təməlini qoydunuz? Mən bakalavrda məzun olduqdan sonra qarşımda 2 dənə seçim var idi. Ya mən qalıb burada işləyəcəkdim və karyeramda ilk addım atacaqdım. İkinci yol isə mənim üçün, mən xaricdən tam təqaüdlü təhsil imkanı qazanmışdım, magistr təhsili. Lakin mən düşündüm ki, qalıb burada işləsəm və işlədikcə hansı sahəni istədiyimi seçsəm, daha məncə mənim üçün
uğurlu olar. Bunu da elədim. Karyeranın ilk illərində 1 il yarım müddətində ofis şəraitində işlədim. Bəli. Yəni mən hal-hazırda artıq 3 ildən çoxdur ki, ümumi iş təcrübəm var və bu 3 ilin yarısında mən ofis həyatını da gördüm və bununla paralel artıq son illərdə 2 ilə yaxındır ki, offshore dəniz həyatında da görürəm, müəyyən təcrübələr qazanıram. Bəli, dediyiniz kimi qadınlar üçün hətta yeni məzun olmuş qızlarda mən görürəm ki, onlar bəzən çəkinirlər ki, bəli, çünki dəniz mühiti, neft platforması elə bir şəraitdir ki, kəskin hava şəraitində sən sahədə olmalısan, işləməlisən, işin başında olmalısan, işə nəzarət etməlisən və burada qadınların sayı çox azdır. Bəzən onlarda psixoloji baryer kimi yaranır. Çünki onlara çətin gəlir ki, bəzi qızlara əsasən kişilərin olduğu bir mühitdə necə işləmək, necə özünü göstərmək, irəli getmək. Bəli, bunlar hamısı bir növ baryer kimi görünə bilər, amma həqiqətən bir şey dərindən istəyirsənsə və orada tam ürəklə işinə yanaşırsansa və sənin gördüyün, elədiyin işlər hamısı bütün kollektiv tərəfindən dəyərləndirilir və irəli çəkilir. Mən belə anladım ki, siz həm peşəkar kimi, həm də bir şəxsiyyət kimi formalaşmısınız bu təcrübə sayəsində. Çünki həqiqətən də çətin bir həyat təcrübəsidir, nəinki peşəkar bir təcrübə. Mən istəyərdim siz bir qədər müqayisəli şəkildə deyəsiniz. Ofis şəraitində işləməklə platformada işləməyi müqayisə eləsəniz, hansının nə kimi çətinlikləri var və üstünlükləri var? Ofisin üstünlükləri o idi ki, bəli, daha rahat idi işləmək, amma offshore mənim üçün heç vaxt, həmişə deyirəm, heç vaxt əvəz olunmayacaq bir təcrübədir. Çünki orada qazandığım bilik, gördüyüm işlər, bəzən əməliyyat şəraitlərində fərqli şəraitdə gördüyümüz şeylər, orada bizim tətbiq elədiyimiz kritik analizlər, bunlar hamısı xüsusi bir rol oynayır. Mühəndis kimi peşəkar proqramlarda işləmək bacarığınız kifayət qədər yüksək səviyyədədir. Promis, AutoCAD kimi peşəkar və digər bir çox başqa proqramlarda işləyə bilirsiniz. Müasir dövrdə platformada işləyən bir mütəxəssis kimi, mühəndis kimi digər həmkarlarınızın nə məsləhət görərdiniz? Bu proqramları bilməyi nə dərəcədə zəruridir və bu bacarıqları necə inkişaf etdirə bilərlər? Bəli, bu adınız çəkdiyiniz proqramların öyrənmək məncə mütləqdir. Hətta buna tələbəlik illərlə başlanılsa daha yaxşı olar. Məsələn, AutoCAD-ı mən tələbəlik illərində artıq 2-ci kursdan etibarən öyrənməyə başlamışdım və bizim həmçinin bununla bağlı bir fənnimiz də var idi, mühəndis qrafikası. Biz onun 1-ci semestrində biz bütün çertyoşları əllə çəkirdik. Daha sonrası 2-ci semestrdə əllə çəkdiyimiz şeyləri artıq bu proqramlara, kompüterə tətbiq eləyirdik. Mən ona görə yavaş-yavaş artıq həmin illərdən etibarən bu proqramları öyrənməyə başlamışdım. Universitetdən aldığım bilikləri daha təkmilləşdirmək üçün mən həmçinin müxtəlif internet resurslardan, videolardan istifadə edirdim ki, daha da biliyimi təkmilləşdirim. Və daha sonra mən işə başladıqda bu proqramların mənim üçün yaratdığı avantajları gördüm. Çünki mən neft-qaz sektorunda işləyən bir çox işçi bilir ki, bizim işimizin çoxusu çertyojlardan, sxemlərdən ibarətdir və bu çertyojların, sxemlərin çəkilməsi, onlar üstündə düzəliş edilməsi üçün sən mütləq bu proqramları bilməlisən. O proqramları bilmək yəni böyük bir avantaj yaradır. Həmçinin zərurət deyil, amma üstünlük. Üstünlükdür, bəli, bəli. Və bunu nə qədər tez öyrənilməyə başlanılsa və nə qədər üzrə işlənilsə, o qədər böyük avantajlar yaradacağına inanıram. Bəs ingilis dili biliklərinin müasir dövrdəki, belə deyək, ingilis dili biliklərinin vacibliyi ilə bağlı bir qədər danışmağınızı istəyərdim. Çünki siz ingilis dilində təhsil almısınız magistratura səviyyəsində. İstər tədqiqatla məşğul olan, istər beynəlxalq təşkilatlarda çalışmaq, könüllü olmaq istəyən tələbələr, gənclər üçün bu müasir dövrün tələblərindən biridir. Ona görə xarici dil biliklərini inkişaf etdirmək istəyən gənclərə bəs nə məsləhət görərdiniz? Bəli, mən hər iki ali təhsilimi ingilis dilində təhsil almışam və həm bakalavr, həm magistr təhsilimi. Bakalavr səviyyəsində də. Bəli, bəli. Onu da mənim üçün çox böyük təkanı oldu ki, mən dil bariyerimi artıq öz çəkingənliyimi xarici dildə danışarkən utancaqlığımı hamısını bir qırağa qoyub, səhvlər də eləsəm, qorxmadan, çəkinmədən, səhvlər eləməkdən utanmadan, dayanmadan danışaraq həmin dil bariyerinin üstəsindən gəlmək. Və mən düşünürəm ki, əgər mən xarici dili bilməsəydim, ingilis dilində bu qədər anlayışım olmasaydı, düşünürəm ki, uğurlar da qazanmağımda o mənim üçün çox böyük bir bariyer yaradacaqdı. Çünki bildiyiniz kimi
neft-qaz sektoru bədii ədəbiyyatların, hal-hazırda olan aktiv ədəbiyyatların çoxusu məhz ingilis dilində yazılır və əgər bir tələbə öz biliklərini genişləndirmək istəyirsə, o mütləq xarici ədəbiyyatlara üst tutmalıdır. Bunun üçün də dil biliyi mütləqdir. Bununla yanaşı könüllülük təşkilatlarında biz tədbirlər təşkil edərkən yerli spikerlərlə yanaşı həmçinin biz xarici spikerləri də ora dəvət edirdik və bu zaman onlarla ünsiyyət qurmaq üçün mütləq lazım idi ki, sən ingilis dilini biləsən. Buna görə düşünürəm ki, ingilis dilini bilmək hal-hazırda zəmanəmizin mütləq olan bir faktorlardan biridir. Tələblərindən biridir. Bəli. Siz bakalavr səviyyəsində də ingilis dilində almısınız. Magistratura təhsilinizdə, işdə də çox istifadə edirsiniz. Bəli. Bəs məktəb illərindən tələbəyə keçiddə podkastları dinləmək, filmlər, kitablar, bu bildiyimiz belə deyək metodlar xaricində nələri məsləhət görürsüz ki, elə tələbəlikdən artıq yaxşı şəkildə dili inkişaf etdirə bilsinlər? Mən orta məktəbdə təhsil aldığım liseydə bizdə ingilis dili dərslərində tamamilə izolyasiya olunmuş mühit idi. Orada hər bir şey ingilis dilində aparılırdı və bizim heç bir Azərbaycan dilində dediyimiz heç bir kəlməyə müəllim tərəfindən reaksiya verilmirdi. Bu artıq bizi məcbur edir ki, məhz bu dili öyrənə, öz üzərimizə işləyək ki, biz müəllimlə, öz sinifdə olan sinif yoldaşlarımızla ünsiyyət qura bilək. Bəli, mən artıq orta məktəb vaxtlarına Dövlət İmtahan Mərkəzinə hazırlaşmaqla yanaşı, qrammatik cəhətdən özümü təkmilləşdirməklə yanaşı, həmçinin öz danışığımı yaxşılaşdırmaq üçün müxtəlif kinolara baxırdım. Daha aşağı səviyyədə ingilis dili səviyyəsi olan podkastlara qulaq asırdım ki, mən daha da həm qulağım öyrəşsin, həm də dilimi daha da necə deyim, onun ingilis dilinin səlisliyinə alışdırmağa çalışım. Göz və qulaq vərdişi formalaşdırılıb artıq məktəb illərindən. Yaxşı müəllimin də burada böyük bir rolu var. Bir qədər şanslısınız, amma çalışmaqla əlbəttə o bacarığı cebir səviyyəsinə qədər yüksəltmək mümkündür tələbəlik illərindən. Və neft-qaz sahəsində, enerji sektorunda çalışan digər həmkarlarınıza, digər mühəndislərə, bizim tələbələrimizə, tələbə olmaq istəyənlərə ümumi olaraq hansı peşəkar keyfiyyətlərin önəmli olduğunu demək istəyərdiniz? Yəni bir peşəkar olaraq, istər korporativ mühitdə, istər tələbə mühitində, universitetdə məhz hansı keyfiyyətlər olmalıdır ki, siz müəyyən bir səviyyəyə gəlib çata biləsiniz və daim inkişaf edə biləsiniz? Mən düşünürəm ki, günümüzün hal-hazırda iş mühitində əsas lazım olan bəli, texniki biliklər bir kənara, insani keyfiyyətlərin də yüksək səviyyədə olması mühüm faktorlardan biridir. Bunlara daxildir, məsələn, insanlarla ünsiyyət bacarığı. Çünki insan artıq işləməyə başladıqca komandada işləməyin, kimdənsə dəstək görməyin necə dəyərli bir şey olduğunu anlayır. Çünki bəzən bir iş tək insan tərəfindən, bəli, müstəqil şəkildə çox işlər görürük, lakin bir komanda ilə şəkildə bir yerdə yığılıb, nəyisə müzakirə etmək, orada nəticələr çıxarıb, daha sonra işi icrasına keçmək, bu çox mənim üçün dəyərli bir amildir. Həmçinin deyərdim ki, işə həqiqətən ürəkdən yanaşmaq, onu sevdiyin işi görmək, sevdiyin yerdə görmək və tam məsuliyyətlə işi yolaverici şəkildə yox, həqiqətən ürəkdən yanaşaraq görmək. Məncə bunlar peşəkar həyatda çox mühüm rol oynayır. Belə deyirlər də, əgər sevdiyin işlə məşğulsansa, həyatında bir gün belə işləməmisən deməkdir. Bu baxımdan siz çox şanslısınız ki, sevdiyiniz sahədə təhsil almısınız və sevdiyiniz işlə məşğulsunuz. Peşəkar fəaliyyətinizdə sizə uğurları arzuluruq. Sonda bizi izləyən tələbələrə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olmaq istəyən gənclərə bir lektor olaraq nə məsləhət görərdiniz? Tövsiyə edərdim ki, hal-hazırda təhsil alan tələbələr onlara verilən bu 4 illik bakalavr müddətindəki zamanı çox səmərəli istifadə etsinlər. Onun produktiv şəkildə yararlansınlar. Dayanmadan özlərində işləsinlər, dil biliklərini, texniki biliklərini, insanlarla ünsiyyət bacarıqlarını, yumşaq qabiliyyətlərini inkişafına dayanmadan çalışsınlar. Daha sonra çünki iş həyatına atıldıqdan sonra insanın bu qədər boş zamanı olmur və bu verilən 4 il zamanı səmərəli dəyərləndirməyə artıq iş həyatına da başladıqda insan anlayışı necə bu dəyərliymiş və necə təkan verir ki, artıq peşəkar karyerada da yüksəlişə doğru irəliləyəsən. Əla, çox təşəkkür edirəm sizə bugün gəldiyiniz üçün, podkastımıza qonaq olduğunuz üçün. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Və gələcək fəaliyyətinizdə sizə bol uğurlar. Çox sağ olun, minnətdaram.
Əziz izləyicilər, bugünkü buraxılışımızda öyrəndik ki, uğur yalnız böyük nailiyyətlərdən ibarət deyil. Bunun üçün iş yerində motivasiya, kiçik uğurlardan ilhamlana bilmək bacarığı, daim yeniliklərə açıq olmaq da önəmlidir. Zinət Göyüşovanın hekayəsi sübut elədi ki, uğurlu olmaq üçün təhsil və şəxsi inkişaf daim bir yerdə olmalıdır. Bugünkü buraxılışımız burada başa çatdı. Lektor yeni hekayələrlə görüşünüzə gələcək. Hələlik.